Son dövrlərdə bizə müraciət edən vətəndaşların bir qismi xarici ölkələrdə, xüsusilə Rusiya Federasiyasında tibb təhsili almış, klinik ordinatura, yəni rezidentura keçmiş və yüksək ixtisaslaşmış həkimlərdir. Bu şəxslər Azərbaycan Respublikasının vətəndaşı olaraq ölkəmizin tibb təhsil sistemindən məzun olmuş və ya daha sonra beynəlxalq səviyyədə əlavə ixtisaslaşma mərhələsi keçmiş mütəxəssislərdir. Bu mövzu bilavasitə normativ hüquqi haqlar haqqında bugün müzakirəyə çıxarılan qanun layihəsi ilə əlaqəli olduğuna görə bunu dilə gətirirəm. Hazırdakı vəziyyət onların ölkəyə qayıtdıqdan sonra peşə fəaliyyətinə başlaması zamanı diplomlarının tanınması, nostrifikasiya və ixtisasın qəbul olunması prosesi ilə bağlı ciddi qeyri-müəyyənlik mövcuddur. Müraciətlərdən görülür ki, 2011-ci ildən əvvəl və sonra formalaşmış mexanizmlər arasında hüquqi və prosedur baxımından fərqliliklər yaranmış və 2023-cü ildən etibarən isə bu sahədə faktiki olaraq vahid və aydın tətbiq mexanizminin olmaması müşahidə edilir. Nəticədə bir tərəfdə yüzlərcə Azərbaycanlı həkim xaricdə yüksək səviyyəli klinik təhsil alır, digər tərəfdən isə ölkəyə qayıtdıqda onların ixtisaslarının tanınması prosesi ya uzanır, ya da tam hüquqi əsasların aydın olmayan komissiya qərarlarından asılı vəziyyətə düşür. Bu isə yalnız bir inzibati məsələ deyil. Bu, həm də insan kapitalının səmərəli istifadəsi, səhiyyə sistemində kadr çatışmazlığı və ən önəmlisi peşəkarların ölkəyə qayıdış motivasiyası ilə bağlı strateji məsələdir. Dünən mənə müraciət edən Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla tamamlamış, 2 az yaşlı övladı olan 30 yaşlı bir həkim xanımın və ananın rəsmi müraciətindən sonra yaşadığım bir məqamı xüsusilə diqqətinizə çatdırmaq istəyirəm. Bütün hüquqi prosedurlara baxmayaraq, məktəbi ən yaxşı yüksək qırmızı məktəbi əla bitirən, universiteti yüksək qırmızı diplomla bitirən, Rusiyada ən tanınmış bir göz mərkəzində təhsil almış, orada işləmə imkanı əldə edən və ailə vəziyyətindən ötürü ölkəyə qayıdıb bir il işsiz qalan bir qadına sadəcə sonunda bir cümlə istifadə etdim ki, səni anlayıram. Əmin olun ki, həmin anda bütün bu illərin yorğunluğunu, gözləntilərini və ümidsizliklə ümid arasında qalan o anları ifadə edən bu bir mənzərə yarandı ki, 2 uşaq anası olan bu güclü qadın gözlərinin dolması, bir daha düşünürəm ki, bu bizi düşündürməlidir ki, bu sadəcə təkcə bir hekayə deyil. Bu, bəzən sistemlərin və icra strukturlarının insan üzərində yaratdığı bilinmədən, fərq edilmədən gecikmələrin, qeyri-müəyyənliklərin, bəzən də izah olunmayan prosedur boşluqlarının real həyatdakı təsiridir. Biz anlamalıyıq ki, xarici ölkələrdə klinik ordinatura keçmiş həkimlər əlavə olaraq illərlə praktik təcrübə qazanmış mütəxəssislərdir. Onların yenidən uzun müddətli rezidentura sisteminə cəlb edilməsi, yenidən get imtahan ver, yenidən rezidentura imtahanını qazan, 30 yaşında bir insana bunları demək əlbəttə ki, bəzən praktik reallıqla uyğun gəlməyən nəticələr yaradır. Eyni zamanda təbii ki, prosesdə sui-istifadə hallarının qarşısına alınması vacibdir. Hər bir dövlət bunun üçün lazım olan tədbirləri görməlidir. Lakin bu sistemin ümumilikdə qapadılması deyil, əksinə şəffaf, ölçülə bilən və hüquqi cəhətdən sabit nostrifikasiya mexanizminin yaradılması ilə təmin olunmalıdır. Bugün bizə təqdim olunan vəziyyətdə isə bu sahədə ya normativ baza tamamlanmayıb, ya mövcud qaydalarda praktik tətbiqdə ardıcıllıq yoxdur, ya da qərar vermə mexanizmi fərdi komissiya yanaşmasına həddən artıq bağlıdır. Hesab edirəm ki, bu sahədə islahatların əsas istiqaməti bugün ölkədə aparılan səhiyyə islahatlarının fəlsəfəsinə uyğun bir şəkildə, sürətli bir şəkildə davam etdirilməlidir. Əks halda biz bir tərəfdən tibbi kadr çatışmamazlığından danışacağıq, digər tərəfdən isə hazır ixtisaslı mütəxəssislərin sistemə inteqrasiyası çətinləşəcək. Sonda qeyd etmək istəyirəm ki, məqsəd əlbəttə ki, bunları deməkdə nəzarətsizlik deyil. Məqsəd ədalətli, şəffaf və proqnozlaşdırıla bilən sistemin daha da effektiv bir şəkildə tətbiqidir. Bu da əlbəttə ki, normativ hüquqi haqlar haqqında Azərbaycan Konstitusiyasına uyğun bir şəkildə həyata keçirilməlidir. Mən bir daha fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, düşünürəm ki, bu dilə gətirmiş olduğumuz məsələlər sadəcə bir insan taleləri deyil, yüzlərcə Azərbaycan gəncinin gələcəkdə yüksək motivasiya ilə Azərbaycan səhiyyə sistemində fəaliyyət göstərməsi üçün, xaricdə olan Azərbaycanlıların geri dönməsi üçün böyük bir imkan yaradacaq.